Nefrete çevrildi bakışlarınız, kanlı sekilerden akışlarınız, güllere gark olmuş baştaşlarınız, namusun gayretin taşı. Her birimiz Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi və konstitusiya quruluşunda canlı fəda edən şəhidlərimizdən biri olan Azərbaycanın qəhrəman oğullarından biri olan Nicat Hüseynovun anım günü münasibətilə burada toplanmışdır. Tədbirdə bizim də müxtəlif tarix müəssisələri təşkilatlarında iştirak edirlər. Nicatın döyüş yoldaşları, şəhərimizin müharibə iştirakçıları iştirak edirlər, şəhər ictimaiyyəti var. Və təbii ki, hər birimizin burada olma məqsədi onun xatirəsini üzə tutmaq, yaşatmaq, bu nümunəni gələcək nəsillərə ötürməkdir. Və düşünürük ki, şəhidlik vətənə sədaqətin ən yüksək təsviridir və onu uca bilmədən olmadığında hamımız qəbul edirik. Nicatın həm həyat yolu, həm döyüş yolu barədə onun ailə üzvləri, eləcə də döyüş yoldaşlarından müxtəlif hekayələr dinləmişik, eşitmişik. Onun hansı xüsusiyyətlərə aid olduğunu hər birimiz bilirik. Çünki bu tədbirlər müntəzəm olaraq həm şəhidlərimizin doğum günləri, həm onun günləri bağımlı şəkildə həyata keçirilir. Bir daha qeyd edirəm ki, bu tədbirlərin həyata keçirilməsi təbii ki, həm ölkə rəhbərliyinin xüsusi tapşırıqlarına uyğun olaraq eyni zamanda da ölkəmizin qanunlarına irəli gələn iddialara uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası öz ərazi bütövlüyünü təmin etmək yolunda təbii ki, istər 90-cı illərdə olan müharibədə, istər sonraki dövrlərdə olan ateşkəs verilməklərdən əməliyyatlarda və Vətən müharibəsində, eləcə də kontrterror tədbirlərində böyük mücadillər keçirdi. Öz şəhidləri, müharibə iştirakçıları ilə, eləcə də öz xalqı. Niyə xalqı ilə deyirik? Çünki Azərbaycanın belə deyək, vətənin dar günündə onun harayına səs verən şəhidlərimizlə bərabər Azərbaycan xalqı da birlik oldu, bir həmrəylik yaratdı. Arxa cəbhədə hər kəs öz imkanı, əli çatan qədərindən çalışdı ki, əsgərlərimizə, zabitlərimizə dəstək olsun. Təbii ki, ordumuz uzun illər ərzində, əslində uzun illər dedikdə, yəni təxmini bir 30 il nəzərdə tutulub. Biraz həsrət, intisar baxımından baxsaq hər birimizə uzun görünə bilər. Amma bir qələbə əldə etmək üçün böyük müddət deyil bəlkə də. Ordumuz çox yüksək səviyyədə hazırlanmışdır. Peşəkar hərbi kadrlar yetişdirilmişdir. Dünya təcrübəsi ordumuza gətirilmişdir, tətbiq olunurdu. Müxtəlif müasir silahlar, texnikalar və s. Amma cənab prezidentin də qeyd etdiyi kimi, müharibəni biz ən əsası məhz qəhrəman əsgər zabitlərimizin, onların şücaəti hesabına əldə etdik. Və Nicat da həmin şəhidlərimizdən biridir. Biz hər bir şəhidimizin xatirə tədbirlərində onların necə şücaətli bir döyüş yolu keçdiyini eşitmişik. Müxtəlif vaxtlarda döyüş yoldaşları gəliblər. Hər birimiz böyük bir fəxarət hissi keçirmişik, böyük qürur duymuşuq bundan. Və ona görə deyirik, hər zaman şəhidlərimiz qəlbimizdə əbədi yaşayır. Bundan sonra da yaşayacaq. Təbii ki, bundan sonra 50 ildə keçsə, 100 ildə keçsə, bəlkə də burada olan heyət, tərkib dəyişiləcək, amma hər zaman şəhidlərimiz xatırlanacaq. Eynən bu səviyyədə və Azərbaycan xalqı hər zaman onlara minnətdar olacaq. Bizim hardasa 20 minə yaxın şəhidimiz oldu. Birinci Qarabağ müharibəsində. 11.557 nəfəri hərbi qulluqçuydu. 4 minə yaxın itkinimiz var. Məhz və təbii ki, torpaqlarımızın 20% işğaldan azad olunmuşdur. Uzun illər ərzində bizim 1 milyona yaxın məcburi köçkünümüz, qaçqınlarımız var idi. İndi hardasa 88-ci ildən bəri
bu ixtişaşlar başladı, hansı ki erməni təcavüzü nəticəsində, müxtəlif təxribatlar nəticəsində həm Qərbi Azərbaycandan 100 minlərlə Azərbaycanlı Dədə-Baba yurdundan didərgin düşdü. Daha sonra bu müharibədə məcburi köçkünlərimiz oldu. Amma şükürlər olsun. Bugün bütün şəhidlərimizin ruhu şaddır. Çünki böyük bir zəfərimiz var, qələbəmiz var. Bununla təkcə Azərbaycanda yaşayan Azərbaycanlılar deyil, eyni zamanda bütün dünya Azərbaycanlıları, bütün Türk dünyası fəxr edir və bu məsələnin nə qədər böyük bir belə deyək, həcmə sahib olduğunu göstərir. Təbii ki, biz burada olsaq da, olmasaq da, müxtəlif vaxtlarda Şəhidlər Xiyabanını ziyarət edənlər olur. Hər zaman şəhidlərimizi hörmət və ehtiramla yad edirlər, ruhlarına dualar oxuyurlar. O torpaqlara ayaqlarını basan hər bir Azərbaycanlı, təbii ki, orada yaşayacaq hər bir uşaq, gənc, qoca hər zaman şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara öz hörmətini, ehtiramını ifadə edir. Bundan sonraki illərdə də, gələcəkdə Allah'a şükür böyük qayıdış prosesi çox sürətlə davam etdirilir. Ölkəmizdə Cənab Prezidentin səfərlərini izləyirik, dayanmadan. Artıq bəlkə də 500-dən çox tədbir keçirilir bu 5 il ərzində. Müxtəlif vaxtlarda abadlıq quruculuq işləri ilə bağlı açılış mərasimləri olur, sakinlərə evlər təqdim olunur. Hər birinin çıxışına baxsaz, hər biri dilindən o kəlməni əsirgəmir. Allah şəhidlərimizin ruhunu şad eləsin. Hər zaman Cənab Prezident öz minnətdarlıqlarını bildirirlər. Təbii ki, qüdrətli Ali Baş Komandan kimi özünü sübut etdi. Azərbaycan xalqına arxalandı. Azərbaycan xalqı ona arxa oldu, dayaq oldu. Onun bir əmri ilə dəmir yumruq ətrafında bütün ordumuz, bütün cəsur, igid xalqımız birləşdi və bizim qələbəmizin təməli bəlkə də bu birlik oldu. Əgər ölkəmizdə təbii ki, iqtisadiyyatımız sürətlə inkişaf edir, amma Ulu Öndər hakimiyyətə gələndə deyirdi ki, məhz ölkədə ən önəmli vacib faktor təbii ki, ictimai-siyasi sabitlik. Bu ictimai-siyasi sabitlik olmasaydı, iqtisadiyyat da inkişaf etməzdi, torpaqlarımızı işğaldan azad edə bilməzdik. Çünki həmin dövrdə bilirsiniz, hərcməclik idi, vətəndaş müharibəsi yaradırdılar, buna çalışırdılar, cəhdlər olurdu. Amma ümumi lider öz böyük təcrübəsinə, belə deyək, işgüzar qabiliyyəti ilə bütün bu qeyri-sabitliyin qarşısını aldı və ölkəmiz sürətlə inkişaf etməyə başladı. Ümumilikdə bu mövzu çox böyük mövzudur, geniş mövzudur, ətraflı danışmaq olar, amma hədimizdə iştirak edən digər şəxslər var, çıxış üçün sözləri onlara verəcəm. Amma son olaraq onu demək istəyirəm ki, Allah dövlətimizi, millətimizi, xalqımızı, Ali Baş Komandanımızı, ordumuzu qorusun. Allah bütün şəhidlərimizin ruhlarını şad eləsin. Nə qədər xalqımız, millətimiz yaşayır, nə qədər Azərbaycan var, inşallah ki, əbədidir. Hər zaman şəhidlərimiz xalqımızın qəlbində əbədi yaşayacaq, xalqımız onları yaşadacaq və bu nümunəni də gələcək nəsillərə ötürəcək. Bizim xalqımızda bu həm düşüncə olaraq, həm mentalitet olaraq, həm adət-ənənə olaraq milli dəyərlərimizdəndir. Biz hər zaman vətən uğrunda həlak olanları ən yüksək məqamda, son mənzilə yola salmışıq, ən yüksək formada. Hər biriniz xatırlayırsınız. Heç kim heç kəsi dəvət etməzdi. Bütün şəhər ictimaiyyəti böyük coşqu ilə, böyük ehtiramla şəhidlərimizi son mənzilə yola saldı və o vaxtdan da etibarən biz onların məzarı önündə, məzarı qarşısında onlara baş əyirik, onlara hörmət ehtiramımızı böyük bir coşqu ilə da bildiririk. Yeni Azərbaycan Partiyasından Amir müəllim iştirak edir. Bizim tədbirdə bilirsiniz, şəhər rəhbərliyi, şəhər icra hakimiyyəti başçısı Cənab Qarabasov dünən Nicat Hüseynovun da məzarını ziyarət etdi. Başsağlığını dilədi, ailəsinə səbir dilədi və bugün amma öz qaydasında, yenə də öz vaxtında tədbirimizi davam etdiririk. Bu məqsədlə də elə Amir müəllimə söz vermək istəyirəm. Çox sağ olun müəllim. Mən də hər birinizi salamlayıram. Bizim şəhidlərin anım mərasimində, doğum mərasimlərində iştirak etmək bir vətəndaşlıq borcumuzdur. Çünki onlar bizdən ötürü, bizim gələcəyimiz üçün öz canlarını fəda elədilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bütün qazilərimizə Allahdan şəfa diləyirəm. Onların yaxınlarına Allahdan səbir diləyirəm. Allah rəhmət eləsin.
Buyurun Alim Bey. Ben burada olanları tanıyır, üzr istəyirəm, amma qonaqlar ola bilər. Alim müəllimimizin şəhid atalarından biridir. Və bir ağsaqqal kimi hər zaman da öz fikirlərini bildirir. Sağ olun. Bana söz verdiğinize göre teşekkür ederim. Şahidonlar karşısında baş eğilim. Onlara anlatın. Sabır dilerim. Sabırlı olsun. Bir sabırın meyvesi en güzel meyve. Zümrüt Hanım, biz buraya gelende ben yüreğimde kesin bir mesele oldu. 5 yıl bundan evvel bu haberleri eşidirdik. Kime acı haber gelirdi, kime şirin haber gelirdi. Kimi kederli haber, kimese sevinçli haber gelirdi. Bu kederli, sevinçli haberleri 5 yıl bundan evvel biz kabul eləmişik. Bir kədərə nə qədər paylarını paylayarsansa o qədər azalır. Biz sən kədəri gününə gəlmişik, o kədərə şərik çıxar. Kədərin günü gündən azalsın. O sevincli xəbərə görə gəlmiş bir sevincini artsın ki, sənin oğlun vətən yolunda şəhid olub, belə bir yüksək məqamı yüksək. Hər bir adamına, hər bir insana, nə varısına, nə kəsimə baxmayaraq, şəhidlər xiyabında uyuyanlar, burada baxmayaraq uyaraq, onlar Allahın məqamındadır. Ən uca yerdədir. Ora nə pulla, nə dövlətlə, nə idrakla çatmaq olmaz. Ona görə bugün həm sizin üçün, həm də bizim üçün sevincli gündür ki, o sevincli günü biz paylaşırıq sizinlə ki, öz oğlunuzla, Nicatla daha da fəxr eləyəsiniz, daha da yüksəkliklər olasınız. Həmişə başınız olsun. Mən Şəhidlər Xiyabanına gələndə orada ana heykəli var. Hər ana heykəlinə baxanda mən sizi xatırlayacağım burada. Elə bir ki, sizin heykəlinizi qoyublar orada. Şəhidlərin hamısı üçün o ağlayır, göz yaşı tökür. Mən istəmirəm ki, bundan sonra göz yaşı tökəsən. Həmcə üzün gülsün, sevinç yaşlar gəlsin sənin gözlərindən. Mən bunu sizə arzulayıram. Allah sənin canını sağ eləsin. Bir şərəfli ömür sizi sürdü sizin oğlunuz. Ona görə elə bir ömür sürdü ki, onunla ilk gündən həyat fəaliyyəti elə bir hərbinlə bağlandı. Hərbi zavodda işlədi, neynədi. Özü də könüllü getdi. Evin tək oğlu olmasına baxmayaraq. Bəlkə də getməyə də bilərdi. Ancaq o vətən eşqi Allahın yazısıdır. Deyir ki, şəhidlərin taleyi ana bətnində yazılır. O yazını biz poza bilmərik. Allah neyib eləyibsə daha da gözəl eləyir. Bir daha sizə səbir diləyirəm. Allah sizə səbir versin. Allah balamızda yerin cənnət behişt eyləsin. Sağ olun. Amin. Amin. Allah razı olsun. Şimdi bir daha öz nömrəmdə şəhidlərimizin şərəfli şiirində müqəddəs ocaqlar, bunların müqəddəs ruhları qarşısında, valideynlər qarşısında baş əyərək, təzim edərək və bunu özümə böyük şərəf bildirim ki, həqiqətən də vətən uğrunda şirin canlı keçən bu igidlər, bu cavanlarımız elə əbədiyyətə qovuşanlardandır. Oracan kifayət eləyir ki, müstəqil Azərbaycan dövlətimiz nə qədər günü-gündən qüdrətləndirsə, Ali Baş Komandanın ətrafında cəm olduqca Azərbaycan dövləti də əbədiyyətə qovuşan dövlətlərdəndir və əbədiyyətə doğru gedən dövlətlərdəndir. Ən azından biz bilirik ki, dövlət özü bu məsələyə biganə qalmayacaq. İnsanlar isə əlbəttə ki, heç bunu da bilməyəcəklər. Anaların qəlbində olan bu məşəl onların balalarına, yadigarlarına, nəvələrinə, nəticələrinə ötürülür. Bu sönməz bir əbədi məşələ çevrilirlər artığımız için. Bunlar böyük bir məqsəddirlər, biz dəfələrlə görürük. Allah Teala bizim şəhidlərimizə özünün yanında ən gözəl böyük məqamlardan birini verdiyi halda bu necə deyərlər bir işarədir ki, əgər Allah onlara belə bir ali məqam verirsə, biz niyə gözəl ali sözləri onlara deməyək? Biz niyə görə ömrümüzün ən gözəl necə deyərlər yadda qalan günü əlbəttə ki, onların məzarlarını gəlib ziyarət etdiyimiz gündür. Onlarla necə deyərlər görüşdüyümüz gündür. Nicat da elə baxıb bütün digər bizim əziz şəhidlər kimi hamısının adlarının mənası biraz yozumlu eləyəndə məna verdikcə əvvəllər ola bilsin ki, adam diqqət eləmirdi. Vətəni Nicat tapmasından ötəri Nicat adını sübut elədi. Ki, həqiqətən də bu ad ona bir çara elə belə bihudə yerə verilməmişdi. Alim müəllim söylədiyi kimi onlara elə ana bətnində o talih yazılıbsa, adlar da elə necə deyərlər, ana bətnində onlara o lövh-i məhfuzda verilir. Sonra da atanın, ananın, qohum-əqrabanın nitqinə gəlir ki, bu adı qoyaq, bu adına şərəflənsin. Əlbəttə, növbəti dəfə də biz bir daha Nicatın qəbri şərifini ziyarət eləməklə, onun necə deyərlər, ruhunun bir istəyimiz o olur ki, madam ki, vətənə Nicat verdin, Nicat və həmişə də bu Nicat vermə ruhunda da bu missiya davam eləsin.
xalqımıza həmişə necə deyirlər, nicat verər. Müqəddəs şəxslərdən olasan əbədi olaraq. Allah yerləri behişdir, daha da ali məqam versin. Allah əzizlərinə, valideynlərinə, birinci anamıza Allah səbr versin. Allah dövlətimizi var eləsin. Ordumuz güclü olsun. Dövləti olmaq böyük xoşbəxtlikdir. Bu xoşbəxtliyi də bizə bəxş eləyən əlbəttə ki, Nicat kimi şəhidlərimizdir. Ruhları şad olsun. Amin. Allah ruhlarını şad eləsin. Hər zaman olduğu kimi şəhərimizin səfərbərlik və hərbiyyətində çağırışları dövlət xidmətində də iştirak edirlər. Çıxış üçün söz onlara vermək istəyirəm. Səfərbərlik xidməti adından mən də başsağlığı verirəm. Nicatın timsalında bütün şəhidlərimizi Allah rəhmət eləsin. Hər birinin qarşısında baş əyirik. Allah məkanını cənnət etsin. Amin. Allah ruhlarını şad eləsin. Mən xatırlayıram ki, ilk dəfə bu xiyabana oxuduğum məktəbin rəhbərliyi tərəfindən götürülmüşəm, sinif rəhbərliyi. Bu mənada elə Səadət müəlliməni gördüm, 21 nömrəli məktəbdə təhsil almışam. Elə özümü borc bilirəm ki, bax, heç düşünməzdim ki, bir gün xiyabanda dayanıb belə onlarla, yüzlərlə tədbir keçirəm. Ona görə elə çıxmışsın sözü Səadət müəllimə vermək istəyirəm. Əvvəla bütün şəhid analarının qarşısında, şəhid ataların qarşısında baş əyirik. Bir təhsil işçisi kimi, illərlə təhsildə vətənimizə layiqli evlatlar yetişdirən bir müəllim kimi bugün mənə söz verdiyinizə görə təşəkkür edirəm. Minlərlə şəhidin içində Necat Hüseynovun da adı şərəflə hər yerdə çəkilir. Biz deyirik, hər bir evlad oğul doğulanda deyirik düşmən çəpəridir. Belə eşitmişik. Qızlara onu demirik, çünki oğul düşmən qarşısına gedir. Anaları, bacıları, gəlinləri qorumaq üçün. Və bu missiyanı da yerinə yetirən bizim bu şəhid balalarımız oldu. Hacı Vasifin dediyi kimi, insana ad elə belədən qoyulmur. Hər bir adın öz missiyası var. Nicat da vətənimizə nicat vermək üçün özünü şəhid elədi. Yəni, indi Elvin də bizim belə deyək, məktəbimizin sonra bizim əlimizdə böyüyən bir evlad olub. Qeyd edir, həmişə şəhid analarının, şəhid valideynlərinin yanında olur və qeyd elədi ki, evin tək bir oğlu olmasına baxmayaraq, ananın belə deyək, gözünü yaşlı qalmasına rəğmən vətən çağırdı, hər bir oğul kimi, o da vətənin müdafiəsinə getdi. Və bugün bütün analar qürurla gəzir, qürurla başını dik tutur ki, mənim evladım elə belə dünyasını hamı dəyişir. Hamı bir can borcludur. Amma bu şəhidlər gör minlərlə, milyonlarla insanlara görə canını qurban verdi ki, vətənimizin, torpağımızın bütövlüyü uğrunda. Ona görə bütün xalqın əlindən gedən oğuldur, bütün eldən gedən oğuldur və həmişə də nə qədər varıq, biz onlara borcluyuq və bunu biz şagirdlərimizə də öyrədirik, şagirdlərimizə də həmişə deyirik ki, biz bugün əgər sülh şəraitində yaşayırıqsa, bugün biz əgər azad gəzə biliriksə, güllə səsi eşitmiriksə, buna görə biz o şəhidlərimizə və başda Ali Baş Komandanımız olmaqla İlham Əliyevə, cənab prezidentimizə borcluyuq. Allah bizim qalan balaları qorusun. Allah onların məkanı cənnətdir. Biraz egoistliyimiz var ki, biz onları görə bilmirik, amma onlar sağdır, onların ruhu şaddır, onların ruhu bir dəqiqə bizi də görür və insanlara xoşbəxtlik bəxş elədiklərinə görə təbii ki, o ruhlar şaddır. Və biz də onların ruhu qarşısında baş əyirik. Allah rəhmət eləsin cəm şəhidlərə. Amin. Çox sağ olun, Səadət müəllimə. Allah ruhlarını şad eləsin bir daha. Son olaraq kimisə çıxış etmək üçün sözü varsa buyursun. Ola bilər işlədiyi müəssisədən olar, qohumlarından olar. Əgər Səid elə şəhid qardaşıdır. Eyni. Nicatın dayısı. İlqar müəllim də burada. İlqar müəllim, biraz zəhmət olmasa gəl. Buyurun, elə çıxış üçün sözü sizə verir. Nicat uzun müddət sizin müəssisədə fəaliyyət göstərir. Allah bütün şəhidlərə rəhmət eləsin. Amin. Allah sizə can sağlığı versin. Bütün şəhidlərin qarşısında baş əyirəm. Sağ olun. Allah razı olsun. Sağ olun.
Sözün varsa buyur. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Nicat bizim üçün, bizim iş yoldaşlarımız da buradadır. Qarşıda Talih müəllimdir, Aqil müəllimdir, Fikrət müəllim də buradadır. Bir yerdə İlqar müəllim də bizim rəisimiz olur. Biz o Nizatla bir yerdə kollektiv olanda biz tək iş yoldaşı kimi bir yerdə olmamışıq. Biz həm dost olmuşuq, həm qardaş olmuşuq, həm bir-birimizə çox yaxın olmuşuq. Yəni İlqar müəllim elə bir komanda yaratmışdı ki, elə bir necə deyim, dəstə yaratmışdı ki, o hətta biz müharibə zamanı bir yerdə döyüşə getməyə də hazırıq. Sadəcə olaraq müəssisənin oranın mühafizəsini təşkil üçün bəzi necə deyim, dövlət qurumlarının göstərişinə əsasən Müdafiə Sənayesi Nazirinin əməkdaşlarını qaytardılar geri, bəziləri getdi, bəziləri geri qaytardı və burum olundu. Yəni o formada biz bir olmuşuq hər zaman. Nicat bizim üçün çox dəyərli bir yoldaş idi, dəyərli qardaş. İnandırım ki, onun gülüşü, davranışı heç mənim yadımdan çıxmır. Yəni o elə bir igid oğlan idi ki, yəni Nicat bugünkü günü bizim aramızdan necə deyim, bir qardaş kimi gedib, iş yoldaşı kimi, bir can paramız kimi gedib. Nicat vətənə canın qurban vermədi. Sadəcə olaraq vətən Nicat kimi bir oğul istədi və o gülərək canını vətənə fəda etdi. Nicat vətənin torpaq altında yatmır, o torpağın özüdür. Nicat bizim canımızdan gedən bir candır. Nicat, biz hər nəfəs alanda Nicatla bizlə bir yerdə nəfəs alır. Allah Nicatı rəhmət eləsin. Ruhun şad olsun qardaş. Sən hər zaman bizim üçün dəyərlisən və hər zaman dəyərli olacaqsan. Allah səbir versin anası. Amin. Allah hər birinizə səbir versin. Təbii ki, indi burada Nicatın şənində sözlər dedikcə, vaxtın Zümrüd xanım kövrəlir, ağlayır. Amma bu kövrəlməkdir ki, qürurundan kövrəlir. Oğluyla fəxr edir, hər bir şəhid anası kimi. Fəxarət də əbədi deyiləm. Bir daha hər birinizə Allahdan səbir diləyirik. Allah hər birinizə şad etsin. Son olaraq sözü Hacı Əvəzə veririk. Sonra bir Fatihə verər. Ənənəmiz üzrə digərlərini də ziyarət edərik. Allah şəhidlərimizə rəhmət eləsin. Allah xalqlara şəfa versin. Allah bu gündə hərbi xidmətdə olan bütün hərbiçilərimizi qorusun. Əlbəttə ki, şəhid bir döyüşlərdir. Allah Taala bu adı öz xas olan bəndələrinə verir. Hamıya qismət eləmiş, qismət olası. Allahın öz seçib istədiyi insanlardır. Bir nəfər dünyasını dəyişir. Bizim müəllim bir söz dedi, yəni kövrəlmə ilə bağlı bir hədis yadıma düşdü, onu deyim burada. İndi biz din tərəfdən, yəni biz danışa biliriksə belə şeyləri, hədisləri. Bir nəfər dünyasını dəyişəndən sonra məsəl kövrəli səhrada olur, çox susuzlayır. Buna rast gələnlərdən soruşur ki, su istəyirəm, bir git təpənin dalında orada yaxşı orada su gəlir, get orada su var. Gedir görür qəşəng bir dənə bulaqdır, gen bol su gəlir, ondan içir. İçir, seyrab olur, qayıdır. Biraz keçir, yenə susuzlayanda bir gün 2 gün sonra yenə qayıdır, həmin yeri görür, amma həmin su da azalıb biraz. 5 gün sonra gedir, görür biraz azalıb. Biraz keçir, görür ki, gedir yenə həmin suyu içməyə, görür artıq su damcı gəlir. Amma kəsilmir. Neçə dəfə gedir, damcıdır. Nə artır, nə azalır. Gəldi, bir adamdan soruşur ki, buna suyu girin deyənə. Əvvəl mən getdim o bulağa yaxınlaşdım suyu içməyə, o çox gəlirdi. Su gengi, çox idi, həddən artıq. Yavaş-yavaş azalmağa başladı, amma son vaxtlarda ancaq damcı gəlir. Deyir, hə, bu o deməkdir ki, bir insan vəfat eləyəndə onu dəfn eləyən insanlar, ondan sonra onun yanında olan əzizləri, dostlaşlar, o hamı gəlib iştirak edir. Hamı gəlir orada başsağlığı verir. Yəni onun təşbihi, oxşarı o deməkdir. Yavaş-yavaş hamı çəkilir, gedir. Amma damcı gələn ki var, o heç vaxt kəsilməyəcək. O sənin valideynlərinin göz yaşları. O daima göz yaşları atacaq. Anaların, ataların qəlbini kövrəyir. Ona görə də məsələn, nə qədər olmuyor, bunlar qəlbdə yaşayan insanlardır. Belə bir müdriklərin sözü var. Deyirlər ki, insan çalışıb həyatda elə harda ölürsə ölsün, onu ziyarətə gələcəklər. İstər məsələn, necə deyərlər, qəbristanlıqda bastırılsın, istər suda boğulsun, istər harda olursun. Amma yeganə bir dənə yer var ki, çalışdır heç vaxt orada ölmə. Orada öləndə heç kəs adamın ziyarətinə gəlmir. O da şəhidlərdir. Yəni onlar daima insanları qəlbində yaşadıqları üçün onlar həmişə ziyarət olunurlar. Allah rəhmət eləsin, Allah səbir versin. Allah Taala peyğəmbər və peyğəmbər balalarından afətdə kənar salmasın inşallah.
Allah Taala əzizlərinə, yaxınlarına, hamıya, hamımıza bu cavanlarımızın necə deyirlər, bu cürünə bizdən ayrıldığı üçün söz yox, iftixarlı bir addır. Allah hamıya səbr versin. Amin. Haqqı Muhammedin və alihi tahirin və ilə ruhil mərhum və bil Fatih. İyyaka na'budu. Bismillahirrahmanirrahim. Alem yakın. Allah rahmet eylesin.